Ben sadece kötülük yapan insanlara da bir fırsat vermek lazım. Böyle pişmanlık duyabilmeleri için. Kötülük yapanlara fırsat, bu da güzelmiş ya. Sen de şimdi anlamazdan gelme Aydın. Tam da bunu anladım şekerim ben. Tam bunu anladım. Sen ne Şekerim anladın? nasıl anladın tam da bunu? Adi günlərdən biri idi və işdən gəldim. Duşumu aldım, yemək yedim. Hər zaman olduğu kimi TV-nin önündə oturdum. İşıqlar söndü. Bir anlığına o mistik səhnəni yaşadım. Tutuldum qaldım eləcə. Tam da olduğu kimi xarab saatın səsi, arxada yolda şütüyən maşınlar və digər səslərin ahəngi ilə o an içində tutuldum qaldım. Ayağımdakı pranqaların ağırlığını hiss etdirdi. Bəzən insan yüklərdən və bir çox şeylərdən qurtulmaq istəyir və beləcə ağlında və ya zəkasında onları geriyə atır. Ta ki, gözlənilməz bir anda öz əksinlə, öz yansımanla qarşılaşana qədər. Bəzən bir aynada, bəzən keçdiyin hansısa binanın şüşələrindəki yansımanda, bəzən də mənim kimi TV izləyəndə o qaranlıq ekran bir anlığını sönəndə və sən orada özünü görəndə, özünü görmək tamam başqa bir şeydir. Çünki aynama əksi deyilən bir şey var və insanlar sənin əslində tam əks görünüşünü görürlər və asimetrik bir üz ifadəsinə sahibsənsə, bu tamamilə çəkilən şəkillərdə bəzən sənin üzünü yadırğamağına və səbəb olur. Bunu sil, buna ehtiyac yoxdur, gəl yenidən çəkil deyirsən və səmtini dəyişirsən ya da ki, o telefondakı aynalamanı bağlayırsan. Həyat qarşısındakı mübarizə günü-gündən ağırlaşmağa və sanki hətta belə bir mim var, 2019-dan sonra, yəni koronavirusundan sonra dünya əvvəl kimi olmadı, bir çox şey itirmiş olduq, bir çox dəyərləri, bir çox rəngləri. Rənglər itirdik deyəndə mən bəzən asfaltda şütüyən maşınları görürəm və sadəcə demək olar ki, ağ və qaradan ibarətdilər. Bəlkə bir çox insan çirklənməsinə ya da ki, daha ucuza boyasını alıb təmir etdirər deyə ağ və qara maşınlara üstünlük verir. Amma əslində beləcə biz o rəng ahəngini itirməyə başlayırıq və torpağa belə toxunmaq olmur. Hər yer yol, asfalt və betondan ibarət olub. Və biz o içimizdəki bataqlığa dəyərli olanın fərqinə vardıqca daha da qərq oluruq. Unuduruq, o yaşadığım mistik səhnə kimi gözümüzün önündə bir anlığına bütün yaşadıqlarımız film kimi keçir və sadəcə eləcə donub qalırıq. Bu cür anlarda Platonun mağara alqorisi gəlir gözümün önünə. O mağarada zəncirə vurulmuş insanlar və mağaranın girişindən içəriyə yansıyan o işıqda gerçəkliyi gördüklərini zənn edirlər və ona alışırlar, mənimsəyirlər və qəbul edirlər. Ta ki, onlardan bir neçəsi mağaradan çıxıb, əslində gerçək dünyanı görənə qədər. Düşünürsənsə, varsansa bir şeylər etməyə məcbursan, çünki boşuna keçmiş bir həyat çox mənasız gəlir və niyə də yox, niyə də əlindən gələni etməyəsən, niyə də o dibə vuranda, o qaranlığa qərb olanda, o batalıqda, o dənizdə, ayağın rifə, torpağa dəyəndə, niyə də bir təkan verib, var gücünlə üzməyəsən, özünü o günəşin suda qırılmış işıqlarına doğru aparmayasan, dərin bir nəfəs almaq üçün məncə buna dəyər cəhd göstərməyə bilək və öz yansımamızdan qorxmayaq.